qiyamətə qədər bəhrələnə bilir, faydalana bilir. Belə bir insan faydalıdır, bərəkətlidir. Zaten elə Allah hamımıza bu şansı da verib. Gəl bu 70 ildə elə yaşa ki, həmişə yaşa. Zahirən tərk elə bu dünyanı, amma ruhən yenə yaşa. Sözlərin, izün yaşasın. Belə yaşamaq. Bax, bu yaşamaqdan söhbət açmışam. Həqiqətən xoş olsun o insanların halına ki, belə yaşaya bilirlər. 4 dənə şərt demişəm. Qulaq asa bilərsiniz. 4 dənə şərt demişəm, bərəkətli həyatın şərtləri. Biri özümüzlə bağlı, digəri ata-ana ilə bağlı, üçüncü insanlarla bağlı, dördü Allahla bağlı. Özümüzlə bağlı olan hissə və tərəf özümüzə olan baxış idi. İnsan öz əməllərini kiçik görməli, özünü Allahın huzurunda kiçik görməli, nə qədər çalışırsa, zəhmət çəkirsə, özü öz gözündə böyüməməli. İnsan bəzi vaxtlar Allahın rəhməti ilə ucalır, qalxır, yüksəlir. Bir müddətdən sonra elə hiss edir ki, daha buna hörmət eləyənlər var, ehtiram eləyənlər var. O onun əlindən tutur. Onlar var da bu heç vaxt yıxılmaz. Bunlar dəqiq sözlərdir sizə deyirəm. Yox, hara gedirsən, çatırsan, yüksəlirsən, unutma ki, hər halda, hər situasiyada sənin əlindən tutan Rəbbindir, yaradanındır. İnsan bəzi vaxtlar təvazökarlıqla ucalır, amma təkəbbürlük eləyir. Özümüzə olan baxış, özümüzü təftiş eləmək, özümüzü mütaliə eləmək, özümüzü araşdırmaq, zamanla hər gün bir dənə özümüzə qayıdış eləməliyik. Hər gün, hər gecə bir özünüzə baxın. Görün özünüzlə bağlı olan fikirləriniz nə həddədir. İkinci buyur deyildi ki, ana-ata ilə bağlı mövzuda, ana-atadan dua eşitmək, onlara ehtiram və xidmət, inanın mənim bu sözlərimə 100% əmin olun ki, insan həyatını bərəkətli edir. İnsan həyatını bərəkətli edir. Onların duasını hər gün istəyin. Hər gün istəyin. Onlar sizə hər gün namazlarında və yaxud belə hər halda dua eləsinlər. Mənim sizə tövsiyəm. Hamımıza, müxtəlif təbəqələrdə olan insanlar, idmanla məşğul olan, təhsillə məşğul olan, müəyyən bir ticarətlə məşğul olan insanlar, fərq etməz, ata-anamızın duasını istəyin. Üçüncü, insanlarla bağlıdır, salih əməllər. Çalışın, cəmiyyətə yararlı, faydalı olun. Və salih əməlləri anında etmək. Bunun haqqında 2 cümlə danışdım. Anında fürsəti dəyərləndirmək. Fürsətlər gəlir, gedir, gəlir, gedir. O anı, saniyələri dəyərləndirmək. Dördüncü də Allahla bağlıdır, o da şükür. Bir həyat tərzidir. Təxminən bir 2 cümlə, 3 cümlə də bunun haqqında danışdım. İnsan Allahla rabitəsini şükür əsasında qura bilər. Allahla gözəl bir ünsiyyətdir şükür. Bu həyat insanı neyir? Bu cür nə yaşamaq insan həyatını bərəkətləndirir. İnsanın ömrünü faydalı edir, bərəkətli edir. Amma 5-ci və insan həyatını bərəkətli edən ən mühüm amillərdən biri, cavanlar biraz yaxın əyləşsinlər. Ən mühüm amillərdən biri, insan həyatını bərəkətli edən amillərdən biri planla, proqramla, nizamlı həyat yaşamaq. Planla, proqramla, nizamlı həyat yaşamaq. Pərakəndə yaşamamaq. Harada uğur, inkişaf görürsünüzsə, 100% əmin olun ki, orada nizam, intizamlı təfəkkür, dəqiq plan, ölçülü, biçili bir həyat olub. Harada uğur görürsünüzsə, budur. Yəni, orada bir insan nizamla, proqramla dəqiq yaşayıb və uğur qazanıb. Kantın sözü deyir, diqqət və nizamın ən şirin nəticəsi qələbədir, uğurdur. Həyatı gözəl keçirmək, bu mənadakı nizamla, proqramla yaşamaq. Plansız yaşamayın. Qarşınızda bir plan olsun. Əmirül-Müminin buyurur, Səlahul ayş ət-tədbir. Ən gözəl yaşam tərzi tədbirlə, planla, proqramla yaşamaqdır. Gələk insanın bir proqramı olsun, mən nə etməliyəm gün ərzində?
il ərzində hara yetişmək istəyirəm, hara çatmaq istəyirəm. Bu çox mühümdür, cavanlar. Düzgün plan üçün də düzgün hədəf lazımdır, gözəl hədəf lazımdır. Plan necə tərtib olur? Bir hədəf olmalıdır ki, plan tərtib olmalıdır da, hə? Birinci, bir nəfər ki, gəlir, ustanı çağırırsan, deyirsən, ev tik, o sual verir, neçə mərtəbə olsun, neçə otaq olsun, nə cür istəyirsən. Birinci, sən gələk qarşıya bir hədəf qoyasan, bir məqsəd qoyasan, ondan sonra planını inirsən, tərtib edirsən. Hədəf çox mühümdür. Hədəfiniz nə olsun? Hədəfiniz böyük olsun, böyük hədəf. Zaten insan hədəfli doğulur, bu da bir mövzudur. Qərb təfəkkürünə, İslam təfəkkürü, təvhidi dünya görüşündə ən mühüm ayrılan nöqtələrdən biri budur. Qərb təfəkkürü budur ki, insan məqsədli doğulmayıb, özü-özünə məqsəd təyin edir. İslam təvhidi dünya görüşündə insan məqsədli doğulur. Digər qurduğu hədəfləri də həmən məqsədə bağlayır. O məqsəd və hədəf də ubudiyyətdir, bəndəçilikdir. Qərb dünya görüşündə, qərb fəlsəfəsində insanın məqsədi yoxdur. Ona görə hədəflər individualdır, fərqlidir, hərənin bir hədəfi var. İslam dünya görüşündə ana hədəf var. Ola bilər, ana hədəfə aparan hədəflər individual olsun, fərqli olsun. Amma yekunda hamısı bir nöqtəyə gedir, bağlanır. Bu bir dənə yanaşmadır. Mənim mövzum bu deyil. Bunu açsaydım çox gələk danışım sizdən. İnşallah dua edeyim, bu mövzu haqqında sizə geniş danışaram bir vaxtlar. İslam dünya görüşü və qərbin baxışı. Coğrafi qərbdən söhbət getmir, fikri qərbdən söhbət gedir, təfəkkürdən söhbət gedir. İnsanın gələk hədəfi böyük olsun. Əmirül-Müminin buyurur, mən kəburat himmətuh, kəbura ihtimamuh. Hər kəsin hədəfi, himməti böyük olarsa, səy və çalışması çox olar. Gördünüz, bir insan çox az çalışır, cəhd göstərir, bir kiçik cılız hədəflər üçün yaşayır. Bir dənə düstur dedim sizə. Elə ki, hədəf təyin elədiniz, hədəf maqnitə bənzəyir. Hədəf maqnitə bənzəyir. Çəkir özünə lazım olanları. Taxtanı özünə çəkmir, daşı özünə çəkmir. Nəyə çəkir? Dəmir özünə çəkir. Hədəf də belədir. İnsan bir hədəflə yaşayanda lazım olanları özünə çəkə bilir. Nə onun uğuruna xidmət eləyir, müsbət mənada. Onu özünə cəzb edir. Hədəf insana düzgün, sistemli həyat yaşamağı vəd edir. Hədəfin xüsusiyyəti budur. İnsan ki, həyatına bir hədəf qoydu, sistematik yaşamağa başlayır. Həyatı tənzimlənməyə başlayır. Daha kimlə görüş, kimlə görüşmə. Kimdən nə qədər otur, kimdən oturma. Nəyi söhbət elə, nəyi danış. Nə kitab oxu, hansı filmə bax. Nə qədər səy göstər, nə qədər hədəf təyin edir hamısını. İnsan həyatı sistemləşir. Nizamlı, intizamlı yaşamağı vəd verir insana hədəf. İnsan həyatını bir sözlə sistemləşdirir. Gözəl həyatdır bu həyat. Maraqlı bir hədis çıxdı qabağıma, saxladım ki, bugün sizə deyim. Mən bəzi vaxtlar hədis çıxır qabağıma, saxlayıram cümləyə. Amma bir də görsən, bir dənə yerə gedirəm, orada görürəm, o mövzunun yeri düşüb. Deyirəm, yox, saxlamayım cümləyə də, buranın ruzisidir bu. Danışıram, deyirəm, ilahi da, burada danışdım, o cümlə üçün mənə nəsə ver. Bu öz yerində, amma bu, hələ ki, bugün danışıram bu hədisi sizə. Buyurur ki, bir gecə və bir gündüz, gündəlik gününüz, bütün istəklərinizi reallaşdırmaq üçün çox məhduddur və mümkünsüzdür. Yəni, insan çox istəkli olur gün ərzində. Hamısını bir gündə edə bilərsən, yox. 2 dəqiqədən bir dənə şey fikirləşsən. Onu eləyim, bunu eləyim, yatım, durum, gedim dostla görüşüm, filan kəslə görüşüm, futbol oynayım, gedim filan oyun. Hamısını bir gündə eləyə bilərsən? Yox, eləyə bilmərsən. Əmirül-Müminin deyir, bir gecə, bir gündüz bütün istəklərimin reallaşması üçün qeyri-mümkündür.
Belə olduğu təqdirdə onda vaxtını tənzimlə. Yəni nə mənada vaxtını tənzimlə? O gün sənə nə lazımsa olar elə. O gün mənə nə lazımdır, ona hədəf təyin edir və proqram təyin edir. Hədəf və proqram təyin edəcək, bugün sənə nə lazımdır. Bir gün də görüşmə eləməlisən, yoxsa yox. Görüş eləməlisən 1 saat, 2 saat, nə qədər? Hədəfin bir dənə xüsusiyyəti budur, insana yox deməyi də öyrədir. İnsan deyə bilir başqasına, yox, bugün vaxtım yoxdur. Yox, bunu eləyə bilmərəm. Yox, bu mənə aid deyil, mən bu işi görə bilmərəm. Dostum filan kitab oxuyur, mən də filan kitab oxuyacağım. Yox, yığışdırdı, sənə lazım deyil ki bu. Görsən necə tənzimləyir? Yox deməyi öyrədir insana. Yox deməyi. İnsan özünə yox deməyi bacarır. Bu, biraz belə danışıram, elə həqiqətdə çətindir, insan yox deyə bilsin özünə. Çətindir bəzi vaxtlar. Ramazan ayının özəl xüsusiyyətlərindən biri də elə tərkdir də, yoxdur. Namaz budur ki, qılırsan, nəsə eləyirsən, düzdür, həcc nəsə eləyirsən. Ramazanda əsasən köklərin məsələyə nəyə? Yoxa. Yemək olar, yox. Su içmək olar, yox. Filan məsələ, yox. Yox. Bir ay insan sanki kurs keçir. Yox deməyə öyrəşir. Çünki yox deməyi bacarsan, sən nəsə həyatda uğur qazana bilərsən. Sən çox işlər görə bilərdin bugünə qədər, amma o yoxu ki deyə bilmədin, vaxtı aldılar, vaxt oğruları. Sən çox böyük işlər görə bilərdin. Hətta indiki gördüyün işdən də böyük işlər görə bilərdin. Bunu da deyim, üzümü tutma insanlara ki, uğur qazanıblar. Amma bundan böyük uğur qazana bilərdin bəlkə də. Amma zəiflik göstərdik. Yox deyə bilmədik nəfsi istəklərimizə, yox deyə bilmədik bəzi insanlara, yox deyə bilmədik bəzi arzularımıza, bəzi istəklərimizə. Gəldi həyatımız bu şəkildə oldu. Müxtəlif arzular, cürəbəcürə ehtiyaclar, insanların gözləntisi, nəfsin tamahı, növmədöv istəklər, bunları nə çərçivəyə salır? Bunları çərçivəyə salan nizam, intizam, plan, proqram və hədəfdir. Gəlir sənə salır çərçivə. Hətta mən deyərdim, bu içində bir ubudiyyət də yaranır, bəndəçilik. Bu tərəfin daxil olsan mövzuna, oxuram da çıxıram, tez mövzudan təzdən daxil oluram mövzuya. Bir bəndəçilik, ubudiyyət də formalaşır. Bəndəçilik. İnsan yersiz yox demir, insan yersiz hə demir, tənzimlənməyə başlayır həyatı. Tədbirlə yəni yaşayın, cavanlar, əziz qardaşlarım, dəyərli bacılarım. Tədbirlə yaşamaq. Planla, proqramla yaşamaq. Vallah uğur qazanarsınız. Plan tərtib edin, proqram tərtib edin, tədbirli olun. Amma bir dənə mötərizə açım da, hə? Mötərizə açım, deyim bunu. Bəzi vaxt tədbirləriniz, planlarınız başqa ilahi təqdir gələcək, o dağılacaq. Yəni, ilahi təqdiri də unutmayın. Ola bilər plan quracaqsınız, bir proqramla düzəcəksiniz, amma ilahi təqdir gələcək, dəyişəcək proqramı. Allah daha gözəl bir proqram sənə təqdim edəcək. Allah daha gözəlini sənə təqdim edəcək. Çünki gördü, sən səy elədin, cəhd göstərdin. Allah dedi ki, yox, sənə gəl başqasını təqdim edeyim. Bəlkə də sən onu eləməsəydin, o addım atmasaydın, Allah bunu təqdim eləməyəcəkdi. Baxdı, gördü, sən proqram, zəhmət, səy göstərirsən, çalışırsan, mənəviyyatın üzərində və s. boş yaşamaq istəmirsən. Allah da baxır, görür, qurduğun proqram sənə çox az xeyir verər. Sən cəmiyyətə az fayda vermiş olarsa, Allah gəlir, bütün planlarını dağıdır, yenisini təqdim edir. Öz həyatımda da görmüşəm, müəyyən məsələn bir proqram qurmuşam, görmüşəm, dağılıb, Allah yenisini təqdim edib. O an başa düşməmişəm, amma şikayətlənməmişəm. Allahın lütfü, inayəti ilə mən kiməm ki. İnsanların duası ilə. Ondan sonra görmüşəm, böyük bir xeyir fayda var. Niyə dedim mən sizə bunu? Ona görə bəzi vaxtlar ki, planınız dağılır, Rəbbiniz tərəfdən dağılır. Çox üzülməyin. Bir vaxt mən özüm öz işlərimi doğru dürüst qurmuram, ona görə tənbələm, ona görə lazım olanları icra eləmirəm, ona görə. Bir də var, yox, başqadır məsələ. Görürsən, elə bir Allahın əli gəlir,
Dəyişir sistemi. Həyat bu dəyişir. Bu da var ha, bu unutmuyor. Allah istəyirsin ki, bu aləmin yiyəsi var ha, mən də varam, unutma. Hədis qüdsi deyim sizə, hədis qüdsi hədis. Yəbnə Adəm, ay Adəm övladı, bəli ya Rəbbəl aləmin. Təqdiri yəzhəku min tədbirikə. Ey Allah, nə gözəl hədisdir. Deyir, ey Adəm övladı, mənim təqdirim sənin tədbirivə baxır, hərdən gülür. Mənim təqdirim sənin qurduğun plana, proqrama, tədbirə baxıb hərdən gülür. Yəni, bu olmayacaq. Mən bunu oxuyanda yadıma bir söz düşdüyə, məşhur söz deyir. Sən saydığı say, gör fələyini sayır. Dedimlən cümlə bizləyir yerdən. Rəbbin əli var bu aləmin üzərində.